Əksər sürücülər yol hərəkəti qaydalarına əməl etmirlər. Onlar sükan arxasına içkili halda əyləşir, avtomobili idarə edirlər. Nəticə isə bədbəxt hadisələrlə sonlanır. Dövlət yol polisi bu cür sürücülərlə bağlı mütəmadi tədbirlər görməkdə davam edir. Hətta bir neçə gün əvvəl Bakı-Şamaxı Yevlax avtomobil yolunun 220-ci kilometrliyində hərəkət zamanı kobud qayda pozuntularına yol verən sürücü saxlanılıb. Məlum olub ki, sürücü nəqliyyat vasitəsini içkili halda idarə edib. Hərəkət zamanı kobud qayda pozuntularına yol verən VAZ 2102 markalı 23 BX 550 nömrə nişanlı nəqliyyat vasitəsinə saxlı işarəsi verilsə də, sürücü Raqif Məmmədov polis əməkdaşlarının qanun tələbinə tabe olmayaraq hərəkətini davam etdirib. Məsuliyyətdən yaymaq məqsədi ilə təhlükəli manevrlar edən və digər yol hərəkəti iştirakçıları üçün real təhlükə yaradan sürücünün hərəkətlərin qarşısının alınması üçün qanunvericiyə uyğun tədbirlər görülərək nəqliyyat vasitəsi saxlanılıb. Sərxoş vəziyyətdə avtomobil idarə edən şəxslər tək sürücülər üçün deyil, həm də piyadalara da ciddi təhlükələr yaradır. Əksər hallarda qəzalar və yol nəqliyyat hadisələri məhz bu səbəbdən törədilir. İnsanda çox yüksək əhval-ruhiyyə yaranır və insan biraz daha cəsarətli, daha sərt hərəkət eləməyə meyllənir. Hətta az miqdarda alkoqol qəbul ediblərsə belə, yenə də sükan arxasına keçməsinlər. Həm bunun kifayət qədər ciddi cəriməsi var, ən azından 400 manat cərimə olacaqlar, sürücü hüquqları məhdudlaşdırıla bilər, hətta təkrar olduqda mütləq məhdudlaşdırılacağına görə həbs var. İçkili halda yola çıxmaq vacib olduğu halda mütləq ayıq sürücülərə müraciət etmək məsləhət görülür. Çünki spirtli içkinin təsiri altında olan şəxsin görmə itiliyi azalır, sürət həddi aşılır və təhlükəli dönmə əməliyyatları olur ki, bu da sürücünün sonu çox vaxt ölümlə nəticələnən qəzalara aparır. Ələkbər Salih, Sabir Şahbələdov, Telesər.